اهدنا الصراط المستقيم صراط الذين غير المغضوب عليهم ولا الضالين آمين بسم الله قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن دار قوم المؤمنين إن شاء الله بكم الله ونسأل الله عليه وسلم والعافية. السلام عليكم يشهد في سبيل الله. الفاتحة. بسم الله. الله للعمل بسم الله. قل هو الله أحد الله الله يرحمك. اللهم صل على محمد وعلى آل محمد. جنة أصحاب الجنة هم الفائزون. والله الذي لا إله إلا هو قائم. والله الذي لا إله إلا هو الله الخالق البارئ المصور له الأسماء الحسنى ذو الحكيم. صدق الله العظيم. سبحان ربك رب العزة عما يصفون. الحمد لله. الحمد لله رب العالمين والعاقبة للمتقين. الصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد صلى الله عليه وسلم. اللهم نور قلوبنا بنور القرآن وكفرنا سيئاتنا بعزة القرآن واشف مرضانا بآياتنا وسلم أحيانا بحرمة القرآن. اللهم اكرمنا بكرامة القرآن. اللهم شرفنا بشرافة القرآن. اللهم زينا بزينة القرآن. اللهم ألبسنا بخلقة القرآن. اللهم بلغ ثواب قرآن ما اختلفناه ما حاجة متصلة إلى روح نبينا وشفيعنا محمد المصطفى صلى الله عليه وآله وسلم وإلى روح جميع الأولياء والأوصياء والشهداء والصالحين وإلى روح المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات لا سيما خصوصا الشهداء في سبيل الله. اللهم إنا نسألك موجبات رحمتك وعزائم مغفرتك والسلامة من كل اسم والغنيمة من كل بر والفوز بالجنة والنجاة من النار. فاتحة. اهدنا الصراط المستقيم صراط الذين غير المغضوب عليهم ولا الضالين آمين بسم الله. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن. Allah kabul etsin. Zarif Ağa'na biraz beri yakın ol. Olur mu elbette? Hürmetli cemaat, aziz şehit ataları, hürmetli şehit anaları. Sizin bildiğiniz gibi bugün 3 şehidimizin ad günü olmalıydı. Həmişə belə olub bu vaxtı. Her il bu vaxtı belə olub. Yalçın'ın, Yaser'in ve aynı zamanda da Ziyad balamızın. Ona göre de Ziyad'ın arada bir iş oldu. Ona göre Ziyadçı dayandı. May ayının 23'ünde Allah korusun. Ziyad'ın saat 11'de bu formada tedbirine yığışacak saat 11'de. May ayının 22'sinde saat 11'de Ziyad'ın tedbirine yığışacak inşallah. Böyle bir arada bir iş olduğuna göre hayır işte Allah'a şükür. Ona göre de onunki dayandı. Ona göre de bugünler biz Yalçın balamızın yanındayız. Yalçın balamızın tedbirini yakınlaştırıp kesiri Yaser balamıza. 22 dedim değil mi? 22'si. May ayının 22'sinde saat 11'de Ziyad'ın ad günü olacak. Hamımız orada olacaksın inşallah. Hürmetli cemaat. Benim bir xahişim var həmişəki xahişdir. Bütün şehitlerimizin hatırasını bir dakika sükutle yad edək, sonrası tedbirimizi devam ettirək. Teşekkür ederim. Bugün o güzel günde, həmişə güzel günde. Kışın lafa möhkəm gününde gene güzel günde. Ona göre ki bir güzel mekandayıq. Şamağı güzel an yerimiz olan, başımızın tacı olan Şəhidlər Xiyabanı'ndayıq. Şəhidlər Xiyabanı xalqın, dünyanın, elin başının tacıdır ve bu belodur
belə də olmalıdır Allahın köməyi. Bir də çox sağ ol deyirəm ki, bu günləri buradasınız, bu günləri bizimlə bu şəhid bağlarımızın tədbirində iştirak edirsiniz və orada görüşürsünüz. Hər birinizə təşəkkür edirəm. Ona görə də mən ilk sözü Yalçının anasına verirəm. Buyursun, Nurban onun yanında Yalçın. Sen bilirsən ki, bugün sənin ad günündür. Sen ad günü dünən keçirmişsən öz yoldaşlarına, bugün buradasan. Bugün senin ruhun burada gizer. Babam, bu izdihamı görürsən. Bu izdiham senin içindir. Bu xalqın izdihamı senin içindir. Yalçın bala. Allah səni cənnətində eləsin bütün şəhidlərimizi. Ona görə də sənin qarşında bu günləri Şamaxı rayonunun Axundi Hörmət Hacı Mərhəmətdir və eyni zamanda Sabir qəsəbə icra nümayəndəsinin sədri Hörmətli Ramiz müəllimdir və Sabir qəsəbə tam orta məktəbinin direktoru Hörmətli Gülü xanımdır. Öz dəstəsiyle buradadır, Hacı da buradadır. Və eyni zamanda sənin qarşında Şamaxı rayonu ağsaqqalı Hörmətli Qarza babamdır. Hər birinə təşəkkür edirəm. Buyurun xanım. Çox sağ olun, ağsaqqal. Mənə söz verdiyiniz üçün minnətdaram hamınıza. Hamınıza minnətdaram ki, bu şəhidləri yad edirsiniz. Çox sağ olun. Rayonumuzun axunduna, rayonumuzun rəhbərlərinə, hamınıza çox sağ ol verim. Allah cəmi şəhidlərə rəhmət eləsin. Amin. Şəhid atalarına, analarına Allahdan səbir diləyirəm. Allah Teala ölkəmizi qorusun, prezidentimizi qorusun. Allah Teala bundan sonra heç anaları gözü yaşlı qoymasın. Heç anaları. Ürəyim ağrıyır mənim. Təşəkkür edirəm. Bəs elədir. Hörmətli cəmaət, bir sədəsini xatırınıza çatdırırım ki, deməyin ağsaqqal üstündən soruşu yox. Biz saat 11-10'un yaşına planlaşdırmışam mən. Bunların tədbirini balamız biraz gecikti. Yalçın balamızın ailəsi geciktiğine göre, uşaqları geciktiğine göre bu vaxta qaldı. Zərəl yoxdur. Allah hamımızdan razı olsun. Hər birinə təşəkkür edirəm. Hörmətli Ceyhun müəllim, şəhid atası. Buyur. Salamlayıram bütün tədbir iştirakçılarına. Allah bütün şəhidlərimizin günü şad eləsin, məkanlarını cənnət eləsin. Qəhrəmanlarımızdan biri də Yalçın balamızdır. Günahın mövlududur, cənnətdə dəyişməyən mövlududur. Gələn insanlardan Allah razı olsun. Şəhadətin Allah qəbul eləsin, Allah yaxınlarına, əzizlərinə səbir versin. Allah bütün şəhid balalarımızın ruhu şad eləsin, yaxınlarına, atalarına, valideynlərinə səbir versin. Sağ olun. Təşəkkür edirəm. Sübhan, şəhid atası. Hər vaxt söyləyirsən. Bizim hamımızın bu otur gəlib şəhidləri ziyarət edəməz. Çünki şəhidlər, kişilər bizim hamımızın qeyrətimizin çəşmədir. Allah yerimizə etsin. Amin. Biz Qarabağda bu şəhəri bayrağımızı orada sancaq. Öz əziz vatandaşlarımızın, bizim şəhidlərimizin qazilərimizin döyüşən olmalarımızın. Biz şəhər valideynləri başda olmaqla bütün Azərbaycan xalqı, İslam dünyası şəhidlərə borcludur. Çünki müsəlman dünyasında zəfər 100 illərdir qazanıldı. İnşallah bizim bağlarımız sayəsində bu zəfəri şəhidlərimiz, buradakı Allah yeni cəmaatın rəhbəri bu şəhidlərimizə zəfər verir. Allah yerlərini cənnət eləsin. Şəhidlik uca zirvədir, bizlərə nəsib olmuyor, bağlarımıza nəsib olur. Bunlara hamı borcu var, bunları hamı ziyarət eləməlidir. Bura bizim ziyarətgahımızdır. Hər gündə olmasa bir gündən bir cəmaat gəlib ziyarət edir. Onları ziyarət eləmək yerə hamının borcudur. Çünki onlar hamının qeyrətini çəkir. Onlara hamının borcudur. Allah yerlərini cənnət eləsin, yaxınlarına səbir versin. Biz şəhid valideynlərin ölüm nəsib eləsin. Bu həyatda hamı bir gün keçəcək, amma sağ olayım ki 18-ci əsrdən torpaq qələbə qazanmışdır. Bu xalqın hesabına, bu qara millətin hesabına. Əlbəttə ordu da lazımdır, belə deyək, silah da lazımdır. Ancaq sırf döyüşən oğlanlarda şəhidlərimiz sayəsində torpaqlar alındı, zəfəri bizə qazandırdı. Allah yerlərini cənnət eləsin. Amin. Allah qalanları səbir versin. Natiq müəllim, şəhid atası, buyur. Mən də bütün ziyarət iştirakçıları hamıza salamlayıram. Günləri Yalçın balamızı toplantısı ediyorlar. Mövlüdü dəyişməyən. Allah qəbul eləsin. Allah yerin cənnət olsun. Onun timsalında cəmi şəhidlərin məqamları ucal olsun. Onlar vətən torpağının töyləyi naminə canlarını fəda elərlər. Qardaşlar söyləyib gedilər. Onlar 30 illik işğala son qoydular. Azərbaycanın suverenliyin
demək olar ki, tam əminliklə antiterror şəhidlərin antiterror məsələsi ilə bitirdilər, Azərbaycanın suverenliyini bərpa elədilər. Allah onlardan dönə-dönə razı olsun, məkanları cənnət olsun. Biz şəhid valideynlərinə də Allah səbir versin. Şəhid atası. Allah balamıza rəhmət eylesin. Onun timsalında bütün şəhidlərə. 44 gün müharibədə 43 şəhidimizdən biri Şəhid Zavudov Yalçın Aydınoğlu. Mən bildiyimə görə, qardaşın dediyinə görə quru qoşunlarının belə deyək ki, atıcı hissəsində xidmət edib BTR komandiroru. Və öz igidliyi ilə müharibədə seçilən oğlanlardan biri olur. Və bildiyim kimi və şəkildə göründüyü kimi döyüşdə fərqlənməyə görə 3-cü dərəcəli ordenlə, vətənə xidmətə görə ordenlə yapışdırılməni, onunla təltif olunur. Bilirsiniz, mən fürsətdən istifadə edib müəllimliyə təşəkkürümü bildirirəm ki, bugün şəhid ailələrindən başqa yetişim gəlmir, ancaq onun məktəbi və müəllim heyətləri burada iştirak edir. Çox gözəl haldır və şəhidə qiymət verdiyinə görə bir daha pedagojik kollektivə minnətdarlığımı bildirirəm, başda direktor olmağına. Şəhidə qiyməti Allah verir. İnsanların onun gəlib gəlməməsi ikinci dərəcəli məsələdir. Onlar Allahın yanında cənnəti qazanıblar. Və bir daha deyilənlərə qoşulam. Allah sizə bacım səbir versin. Allah uşağınıza rəhmət eləsin. Sağ olun. Çox sağ ol, təşəkkür ederim. Sabir Qəsəbə Cənan nümayəndəsi Səd Hörmət Ramiz müəllim, buyur. Mən də bütün şəhid ataları, şəhid analarının qabağında baş əyirəm ki, belə igid oğulları dünyaya gətiriblər. Və şəxsən mən Zərifə bacı bu günləri deyirəm, Allah sənə səbir versin və bununla yanaşı mən fəxr edirəm ki, 85-ci ildə may ayının 19-da Yalçın bala kimi evlad dünyaya gətirmiş. Allah rəhmət eləsin, Allah səbir versin. Təşəkkür ederim. Sabirdən başladıq. Sabir Qəsəbə Tam Orta Məktəbinin direktoru hörmətli Gülür xanım, buyurun. Məktəbimizin məzunu olan kollektiv adından təşəkkür edirəm. Bizim borcumuzdur. Biz məktəb böyük bir müəssisədir. Əgər xatırlayırsınızsa, biz Qarabağı 92-ci ildə etirdik, amma geri qaytarmamız 2020-yə təsadüf elədi. Və Qarabağı geri alan biz evlatlarımızın əksəriyyəti Qarabağı biz əldən verəndə qundaqlı uşaqlar idi, körpələr idi. Və onların belə vətənpərvər böyüməsində məktəbin rolu əhəmiylidir. Və biz bunu Qarabağımızı bütövləşdirsək də, ərazi bütövlüyümüzü tam eləsək də, bizim mənəvi borcumuzdur ki, bizim yetişən nəslimizə vətən sevgisini, xalq sevgisini onlara aşlayaq. Bugün biz Yalçının timsalında bu şagirdlərimizə onun ruhunun bizimlə olduğunu, onun xatirəsinin əbədi olduğunu və bizim daimi qəlbimizdə yaşadığını və baxmayaraq ki, cismən bizimlə deyil, amma ruhən daimi bizimlədir və biz bunu Zərifə xalaya hiss elətdirdik. Zərifə xalanın timsalında digər ailələrə də şamil etməyə çalışırıq ki, sizin evladlarınız bu dünyada olmasa da, amma bizimlədir. Və bizim bütövlüyümüz, bizim gələcəyimiz, bu bütövlüyün qorunması da bizim bu yetişən nəslimizdədir. Və bu nəsil də bunu görə-görə böyüməlidir ki, sabahları biz hansısa bir də təcavüzlərdən məruz qalmayaq. Təşəkkür edirəm. Aranı kəsmirəm. Sabir Qəsəbə Tam Orta Məktəbinin müəllimləri çox sağ olsunlar. Şehir hazırlatırlar tələbələrə, şagirdlərə buyursunlar. Qəhrəman igidlər silahını aldı. Nərəsi düşmənin bağrını yardı. 44 gün sürdü, tarixi yazdı. Tarixi yazanlar oldular şəhid. Gör neçə analar hər gün ağladı. Başına qapqara örpək bağladı. O şəhid oğluna yasda saxladı. Hepsi unudar analar şəhid. Buyur. Mənim ad günümü təbrik etməyin. Mən artıq vətənin özü olmuşam. Göz yaşı tökməyin, qəmli getməyin. Mən zəfər gününün gözü olmuşam.
Çox sağ olun, təşəkkür edirəm. Müəllimlərə mən işarə elədim, deyirlər, Qıdırıq müəllimə danışdı da artıq ehtiyac yoxdur. Təşəkkür edirəm bütün kollektivə başda tutmaqla. Çox sonra, Faiq müəllim buyur, şəhid atası. Buradayız mı, hara getdin? Çok sağ olun. Her birimizden minnettarım. Bunu ziyarete gelmişim, ziyarete geldim. İçi şehit baramızın bölümüdür. Allah valideynlerine sabır versin. Allah valideynlere hem de yaxşı dözüm versin. Bu balalarımıza uygun hareketler edeyim. Bəli. Allah bir daha halkımızı korusun. Bunlar balalarımız 3 aylı bayrak için gediblər, xalqımız için gediblər. Torpaq üçün gediblər. Torpaq uğrunda gediblər. Mən də 2 oğlum xüsusi təyinatlarda qulluq edeyim. Biri şəhid olub, biri hal-hazırda yenə vətən üçün çalışır. Gecəsi gündüzü yoxdur, mən onu heç evdə tapa bilmirəm. Allah səbir versin. Amin. Hansı ki o şəhidlərin balaları qalıb, Allah onların balalarında atalarına layiqli övlad yetişdirsin. Amin. Savadlı gələcəyi olsun. Yaxşı xalqımıza layiqli vətənpərvər övlad olsunlar. Amin. Allaha şükür ki, onların ataları vətənpərvərdir. Vətənpərvər olmasaydı bugünkü gündə belə şəhid olub gəlib adım bir yüksəkliklərə qaldırmazdılar. Düzdür, şəhidlik adı düzdür, yüksəkdir, həmişə də yüksəklikdə duracaq. Amma acısı çoxdur. Acı yaşayanlar yaxşı bilirlər. Biz valideyn olaraq mən vallahi başqa şeylər açıqlayıb danışmıram. Amma hər kəsə öz sözünü görsün ki, belə ziyarətinə gəldiyimiz balalara layiqli övlad olaq. Bəli. Ata olaq. Çox sağ ol, O təşəkkür edirəm. övladların Gözəldir. əziyyətləri də böyüdür, xalq üçün də, cəmaət üçün də, el üçün Dünya də, üçün. OB üçün də misli görünməmiş rəşadətlər göstərdilər. Bəli. Allah məkanları cənnət eləsin. Allah xalqımızın başına bir də belə bir müharibə ya Göstərməsin. göstərməsin. Amin. Belə ağır günlər yaşamayaq bir də. Amin. Allah sizlərdən də razı olsun. Həmişə Təşəkkür edirəm. bütün bu tədbirlərdə iştirak edirsiniz. Baxındığımız. Təşəkkür edirəm. Çox sağ olun. Mən də bir şəhid atası olaraq sizə səbir verirəm qardaşım. Allah səbrinizi versin. Çox sağ ol. Allah balalarımızın Təşəkkür edirəm. cənnət eləsin. İnşallah. Nə bu? Şəhid atası, buyur. Çox sağ olasın. Allah şəhərimizin mövcudunu mübarək Tuhaf eləsin. yaxınlaş mənə. Allah sizlərə səbir versin. Allah məkanını cənnət eləsin. Təşəkkür edirəm. Rəna xanım, azımız danışa bilmədi. Buyurun. Biraz bərkdən danışın. Şəhid ailələr olmalı. Fərqləşdirsən, salamlayıram. Allah şəhidimizə rəhmət eləsin, yeri cənnət olsun. Allah əzizlərinə, anasına səbir versin. Mən onun evladlarını burada görürəm, ailəsini burada görürəm. Allah onlara can sağlığı versin. Evladları atasına layiq evlad olsunlar. Hər bir gözəl sahədə adları ucalarda olsun. Yeri cənnət olsun. Dəyişməyən o günü mübarək. Təşəkkür edirəm. Bizim şəhidimizin mövlüdü mübarək eləsin. Bu cəmaatın da gəlib burada tədbirdə iştirak eləməyinin hamısına minnətdarıq. Allah sizdən razı olsun. Cəmaata minnətdarlığı onlar elətdirib Allah Teala tərəfindən. Gələn sahib gəlib, onlara da minnətdarıq ki, gəlib bizim tədbirdə iştirak Hər dünya onlarındır. Allah Teala onların bağların yerin cənnət eləsin, qalan bağları gözlərinə sürək eləsin. Allah Teala sizin də qalan bağlardır. Hörmətli Elçin qardaş, hörmətli bacımız. Allah Teala qalan bağları salamat eləsin. Allah bütün şəhidlərimizin qalan bağlarını salamat eləsin. Artıq mən yekunlaşdırıram, bizim başqa bir tədbirimiz də var. Ona görə də gəlin danışmaq istəmir ki bacımız falan. Onun adı nədir? Danışmaq istəyirsiniz. Hə, Allah bağlarını saxlasın. Allah bağlarını salamat eləsin. Allah xoşbəxt eləsin. Allah səni xoşbəxt eləsin. Valla ki, bu cürlə dünya şöhrətli ailən var və oğlum. Allah Teala bütün Azərbaycan xalqını xoşbəxt eləsin. Allah Teala bütün Şamaxı cəmaatını xoşbəxt eləsin, hörmətli cəmaatlar. Allah Prezidentin İlham Əliyev cənabları bütün dünya boyu Bakıdadır, Azərbaycandadır. Bu nəyin sayəsindədir?
Hörmətli Prezidentim İlham Əliyev cənablarının şəxsiyyətinin sayəsindədir. Hörmətli Azərbaycan xalqı. Hara eləyəbilir prezidentimizlə. Dünya burada deyil bu günləri. Bir qonağı yola salmaq olmaz. 50 mindən yuxarı bir millət var. Hər dövlətin millətindən var bu Azərbaycanda. Bu balaca bir söhbətdir. Hamısı bu bağlarımızın sayəsindədir. Allah Teala bunları yerin cənnətində eləsin. Allah Mehriban xanımın işinə vand eləsin. Hər birinə təşəkkür edirəm. Çox sağ olun. Söz avand olsun. Biz keçirik ikinci tədbirimizə. Sağ olun. Amin. Allah rəhmət eylesin. Fatiha. Ya tamam. Bismillah. Allah